A ədədi verilibdir. 12A kvadrat ifadəsinin qiymətini tapın soruşulur. İlk öncə A ədədini biraz sadələşdirək. Kök altda 6 üstə gəlinsin. Tək-tək köklərdə yazaq. Kök altda 2 böl kök altda 3. Çıxılsın kök altda 3 bölünsün kök altında 2. Bu hissəni ortaq məxrəcə gətirsək. Deməli, alaraq kök altda 6 üstə gəlinsin. Kök altda 6 ortaq məxrəc olacaqdır. Birinci kəsiri kök altda 2-yə vursaq, kök altda 2-nin kvadratı çıxılsın. İkinci kəsiri isə kök altda 3-ə vursaq, kök altda 3-ün kvadratı alaraq bərabərdir. Deməli, kök altda 6, kök altda 6-nı deyil, kök altda 6-ya vursaq, kök altda 6-nın kvadratı üstə gəlir kök altda 2-nin kvadratı, çıx kök altda 3-ün kvadratı. İfadəmiz düşür. Deməli, 6 üstə gəl 2, çıxılsın 3. 6 üstə 2, 8, 8-dən 3 çıxsaq 5 qalır, 5 bölünsün kök altda 6. Bizdən 12A kvadrat tələb olunur. 12 vurulsun A, 5 böl kök altda 6-dır. Kvadratı olacaq 25 bölünsün 6. 12 ilə də 6 ixtisar gedir. 2 qalır, 2-ni 25-ə vursaq 50 eləyər.